Jim Collins Good to Great kitabında bizneslərin inkişafını nəhəng bir çarxın fırlanmasına bənzədir. Jim Collinsin bu fikri ilə gəlin yaxından tanış olaq. Jim Collinsin bu bənzətməsini 4 mərhələdə izah edək. Birinci mərhələ ilk fırlanma. Yəni nəhəng bir çarxı fırlatmaq üçün maksimum gücünüzlə müqavimət göstərirsiniz, lakin heç bir nəticə yoxdur, çarx fırlanmır. Bizdə isə yeni başlayanlar da ilk günlərdə maksimum enerjilərini sərf etsələr də nəticələr gözə görsənən deyil. İkinci mərhələ momentum qazanma. Yəni ki, birinci mərhələdə olduğu qədər enerjinizi sərf edirsiniz və çarx artıq hərəkətə gəlir, fırlanmağa başlayır. Biznesdə isə ilk sifarişlər və müsbət geri dönüşümlər deməkdir. Üçüncü mərhələ isə avtomatik fırlanma. Çarxa artıq daha az müqavimət göstərirsiniz, lakin çarx hər dövrdə daha da sürətlə fırlanmağa başlayır. Biznesdə isə artıq sabit satışlar və markanızın tanınması deməkdir. Və nəhayət dördüncü mərhələ sürətlənmə və zirvə nöqtəsi. Bu mərhələdə artıq siz çarxa heç bir müqavimət göstərmirsiniz, lakin çarx qarşısı alınmaz bir sürətlə fırlanmağa başlayır. Biznes tərəfində isə sürətlə artan satışlar, güclü komanda və stabillik. Siz isə sadəcə kənardan bu gedişatı izləyirsiniz. Belə dostlar, indi siz deyin görüm, sizin biznesiniz bu çarxın hansı mərhələsindədir?